Yəqin ki, bir çoxlarınız bu mahnını xatırlayırsınız. Gitme kimsesiz kal sana qurban. Bəs bu mahnının hekayəsini bilirsinizmi? 1972-ci ildə müğənni Təranə Vəlizadə həyat yoldaşı Eyvaz Həsənovla dalaşır və atası evinə gedir. Çox təkiddən sonra Təranə Vəlizadə evə qayıdır və görür ki, saç-saqqal basmış Eyvazın səsi batıb. Eyvaz Təranə xanımı gördükdə utanıb digər otağa keçir. Bu zaman Təranə Vəlizadə stolun üstündə bir kağız görür. Kağızda məşhur Qal Sənə Qurban mahnısının sözləri yazılmışdı. Müğənni bu şeiri ərinin ona həsr etdiyini düşünür. Ancaq mahnının tarixçəsi başqadır. Bu mahnı ilk dəfə 1970-ci ildə rejissor Mir Yusif Manafovun yazdığı pyesdə qadın bir ifaçı tərəfindən ifa edilib. Manafov mahnının sözlərinin ona aid olduğunu dəfələrlə qeyd edib. Həmin şeiri isə Bəhram Nəsibov bəstələyib. Mahnının 4-cü bəndindəki bu sətirlər. Amandır, düşməsin qəlbinə yar. Bəstəkar Bəhram Nəsibovun öz əlavəsidir. Ancaq digər bənddəki Getmə uzaqlara, al sənə qurban. O dilsiz ağısız, al sənə qurban. bu sətirləri isə Eyvaz Həsənov həmin gün mahnıya əlavə edir. Sovet hakimiyyəti dağıldıqdan sonra mahnı şöhrətinin zirvəsinə çıxır. Hətta türk müğənnilər tərəfindən də ifa edilir. Qısası dostlar, məşhur Qal Sənə Qurban mahnısının hekayəsi belə idi. Əgər siz də videonu bəyəndinizsə kanala abunə olmağı unutmayın.